bu mənzərəni xatırladım. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu selamu ala Resulillahil amin. Və ala alihi və sahbihi ecmain. Gördüğümüz mənzərə sondur. Yəni, insanın həyatının qəti olaraq bitdiyi bir yerdir. Allah Teala bildirir ki, Quran-ı Kerimdə minhə xalaqnakum və fiyhə nu'idukum və minhə nuxricukum taratan uxra. Sizi oradan yaratdıq, yəni torpaqdan. Orada qaytaracağıq və sonra sizi bir daha oradan çıxardacağıq. Allah Teala bildirir ki, mən sizi yaratmışam və sizi o torpaqdan yaratmışam. Sizi o torpağa qaytaracağam və bir daha oradan çıxardacağam sizi. Lakin bu nəyi göstərir? İnsanın dünyaya gəlməsi əbəs yerə deyil. Vallahi əbəs yerə deyil, əzəmətli bir məqsəddir. Allahın məqsədi var. Allah Teala Əz-Zariyat surəsi 56-cı ayda buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yarattım ki, yalnız mənə ibadət etsinlər deyə. Allaha həmd olsun, şükürlər olsun. Biz həm kədərliyik, həm də sevinirik eyni anda. Niyə görə? Çünki bizim anamız, Aqil qardaşımızın anası, eyni zamanda bizim hər birimizin anası dünyasını dəyişib, lakin dünyasının gözəl hal üzərində dəyişib. Allahın əmrini yerinə yetirdiyi hal üzərində dünyasını dəyişib. Allah Teala bildirir ki, ya eyyuhən nəsu, ey insanlar, u'budu rabbəkum, əl-əyə, ey insanlar, Rəbbinizə ibadət edin. Allaha ibadət edirdi. Hətta qardaş, anamız haqqında xəbər verir ki, namaz qılan, oruç tutan, sədəqə verən, daim Allah Teala'dan məni qəbir azabından qoru deyən adam olur. Budur Allah Subhanahu wa Ta'ala ona müvəffəq elədi. Həmçinin nəsiyyət eləmişdi ki, məni bu dini bilənlər, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsini bilənlər və Allaha ibadət edib ona heç bir şey şərik qoşmayanlar dəfn eləsin. Budur Allah Subhanahu wa Ta'ala ona nəsib elədi. Bütün müvəffəqiyyətlər, xeyirlər Allahdandır. Bir dünyasını dəyişmiş insana bundan böyük bir xeyir verilə bilməz. Allah Teala deyir ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan hər bir nemət Allahdandır. Allah ona tək Allaha ibadət eləməyi, ona heç bir şey şərik qoşmamağı və Peyğəmbər sallallahu aleyhi və səlləmin göstərişi, sünnəti üzərində yaşamağı nəsib elədi və onunla da həyatını sonlandırdı Allah Teala. Fikir versəz, biz onu qəbrə daxil eləyəndə dedi ki, Bismillah, alə sünnət Rasulillah. Bu hər kəsə nəsib olmur. Allah Teala bunu hər kəsə nəsib eləmir. Allah Teala özünə səcdə eləməyi, ibadət eləməyi, onu təzim eləməyi, onu ucatmağı hər kəsə nəsib eləmir. Vallahi dəyərli qardaşlar, Allah Teala onu nəsib elədi. Bu ən böyük xeyri də Allah Teala ona verib. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, siz Allahın yer üzərində olan şahidlərisiz. Kimin üçün xeyir şahidi edirsinizsə, onun üçün xeyir olacaq. Kimin üçün şər şahidi edirsinizsə, onun üçün şər olacaq. Biz Allahın şahidləriyik ki, anamız Allaha ibadət edən və itaət edən, Allahın əmir və qadağalarını dilində və qəlbində təzim edən qullarından olur. Allah Teala bildirir ki, وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ Kim Allahın şuarlarını, Allahın əmir və qadağalarını ucaldarsa, təzim eləyərsə, Rəbbim bunu əmr edib, Rəbbim bunu qadağa edib, Rəbbim məndən bunu tələb edib, Rəbbim məni buna görə yaradıb. Axı Rəbbim bu vaxtı mənə bu şeyi əmr eləyib, Rəbbim məndən bunu istəyib deyirsə, Allah deyir ki, onun qəlbində Allahın qorxusu var. Bunu Allah deyir. Biz şahidik ki, o Allahın təqvalı qullarından idi. Allahdan istəyir ki, Allah Teala onu bağışlasın, onun sorğu sualını asanlaşdırsın. Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Adəm evladı qəbrinə qoyulanda Allah Teala ora 2 mələk göndərir. O 2 mələk gəlir, onu durğuzub otuzdururlar. Bəzi insanlar buna inanmasalar da, möminlər buna iman gətiriblər. Biz buna inanırıq ki, bu belədir. Hər gördüyümüz şeyə inansaq, onda elə şeylər var ki, biz onlara inanmalıyıq və mömin olmuruq onda. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, o mələklər gəlir, onu durğuzub otuzdururlar və ona suallar verirlər. Mən Rabbuk, Rəbbin kimdir? Və mə dinuk, dinin nədir? Və mən nəbiyyuk, Peyğəmbərin kimdir? Əgər bu suallara cavab verərsə, Allah Teala deyər ki, ən sadaqa abdi, qulum doğru dedi. Fəfrişuhu minəl cənnə,
onun ayağının altına cennet döşemesinden döşeyin. وَافْتَحُوا لَهُ بَابًا إِلَى الْجَنَّةِ Onun için cennete bir kapı açın. O kapı açılandan sonra cennetin iyindən, xoş ətirindən gələcək ona. O da sevincindən orada öz məkanını görəndən sonra Allah'a diyecek ki, ey Rabbim əqimis-sa'a, artıq kıyameti kopart. Gedim ailəmə, əhlimə, cənnətdə olan məkanıma yetişim. Bu müminin aqibətidir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem ki, kafir insan, münafik insan qəbrinə qoyulanda o mələklər ona da gələr. O sualları ona da verərlər. O cavabında deyər ki, lə ədri, bilmirəm. Bilmirəm Rəbbim kim olub. Bilmirəm Peyğəmbərim kim olub. Bilmirəm dinim nədir. Kəkəliyərdir Peyğəmbər sallallahu aleyhi ve sellem. Hətta deyər ki, səmi'tun nəsə şeyən fəqultu. Eşitdim ki, bəzi insanlar nəsə deyirlər, mən də dedim. Ne üçün deyib? Sadəcə müsəlman kimi görünsün deyə. Vallahi təhlükəlidir, dəyərli qardaşlarım. Bu olacaq. Bundan qaçış yoxdur. Allah Teala sual verir Quran-ı Kərimdə hər bir insana. Eşidən, qulağı eşidən, gözü görən, qəlbi döyünən insana ibrətdir. Rəbbim deyir ki, əvvələm nuammirukum mə yətəzəkkəru fihi mən təzəkkər və cəəkumun nədir. Məgər biz insana düşünüb ibrət alacağı qədər, yəni düşünüb ibrət alan bir kimsənin ibrət alacağı qədər vaxt vermədiyimi? Allah Teala vaxt verib. 40 il, 50 il, 60 il, bəlkə də çox yaşamısan. Lakin Allahdan kənar, Allaha ibadət etmədən, əmir və qadağaları saymadan yaşasan, Allah deyir ki, vəcəəkumun nəzir, axı sizi xəbərdar edən də göndərmişdim. Alimlər deyirlər ki, xəbərdar edən, yəni Peyğəmbər göndərmişdi Allah Teala. Bəzi alimlər də deyirlər ki, yəni Allah Teala deməkdir ki, xəbərdar edən, yəni saçın saqqalın ağarmışdı. Artıq qəbrə doğru gedirdin. Lakin sən yenə ibrət almadın. Təsəvvür eləyin, o kəs ki cavab verə bilməyəcək, Allah Teala əmr eləyəcək ki, ən kədəbə abdi, yalancıdır, yalan dedi. Cəhənnəmdən ona bir qapı açın. Cəhənnəm döşəməsindən döşün ayağının altına. Və cəhənnəmin istisindən, onun şöləsindən, onun o qızmarından gələcək. Və öz yerin görəndən sonra Allaha deyəcək ki, lə tuqimis-sa'a, ey Rəbbim, qiyaməti qopartma. Niyə görə? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o bilir ki, indiki halından da daha şiddətli halla rastlaşacaq. Nə ilə? Aləmlərin Rəbbi olan Allahla. Bugün, vallahi, Allah Teala sənə azanlarla çağırır. Hara? Öləndə yuyulacağın yerə, məscidə. Ona görə diri ikən məscidə gəl ki, Allah səni diri ikən məsciddə qabağında görsün ki, Allah Teala sənə bu sonluğu nəsib edəsin. Sənə deyilir ki, gəl namaza, nizat tapmağa gəl, Allaha qul olmağa gəl, Allaha ibadətə və itaətə gəl. Çünki nizat buradadır, çünki azana baxsaz bilməyən qardaşlar, baxın, hayyə aləs-saləh, tələsin namaza, hayyə aləl-fələh, namaz qılmağa və nizat tapmağa tələsin. Namaz və sonra nizat. Nizat namazdan keçir. Ona görə Allah deyir ki, gəlin namazı qılın ki, nizat tapasız. Son olaraq həm özümə, həm eşidən bütün müsəlman bacı və qardaşlarımıza Allahın bu ayəsini xatırlatmaq istəyirəm. Allah Teala deyir ki, ricalun, o kişilər ki, لا تلهيهم تجارة ولا بيع عن ذكر الله وإقام الصلاة وإيتاء الزكاة يخافون يوما تتقلب فيه القلوب والأبصار. Allah Teala buyurur ki, o kişilər ki, onları, nə malları, nə alış-verişləri, nə ticarətləri Allahı zikr etməkdən, namaz qılmaqdan və mallarını Allah üçün xərcləməkdən yayındırmaz. Çünki onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Malın, mülkün əlində olanlar səni Allaha ibadətdən, səni Allaha zikirdən, səni Allaha muti olmadan yayındırmasın. Vallahi Allah Teala başqa bir ayədə buyurur ki, kimi ki malı, ailəsi, evladı, dünya həyatı aldadacaqsa, onlar nizat tapmayacaqlar. Son olaraq Allahdan istəyirəm ki, Allah Teala bizim anamızı bağışlasın. Allah Teala mələklərin suallarını onun üçün asanlaşdırsın. Onun qəbrini, gözünün son gördüyü nöqtəyə qədər Allah Teala genişləndirsin. Allah Teala onu salihlərə qovuştursun. Allah Teala onun evladı, aqil qardaşımıza, həmçinin onun digər evladlarına səbir versin Allah Teala. Allah Teala onların hər birini öz geniş cənnətində cəm eləsin. Allah Teala rəhm eləsin. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin sünnəsində gəlib ki, bir kəs dünyasını dəyişərsə, onu gözəl şəkildə yumaq, onu kəfənləmək, ona cənazə namazı qılmaq və sonra gətirib onu qəbrə qoyub, Bismillah alə sünnət Rasulillah deyib, onu gözəl şəkildə dəfn eləmək, sonra onun üçün Allahdan bağışlanma diləmək.
bundan əlavə şeylər İslam dinində gəlmir. Nə varsa hamısı xurafatdır. Uzaqdan və gələn uzaqdan məsələn ətrafdan gələn insanlara dünyasını dəyişən insanın ailəsi, məsələn aqil qardaş və s. kim varsa onlar sadəcə qarşılaya bilmədiklərinə görə ətraf qonşular onlara müəyyən ikramlar eləyirlər ki, çünki qardaşın üzrü düşüb və o indi sizə baxası bir halda deyil, lakin təəssüf ki bizdə biraz əksinədir. İnsanlar müəyyən əməlləri etməsələr elə bilirlər ki, ölü qəbrində nicat tapmayacaq. Bu səhvdir. Nicat Muhammed sallallahu aleyhi ve sellemin dediyindədir. Allah Teala bağışlasın. Allah hər birimizdən razı olsun. Yenə Allah'a şükürlər olsun ki, Allah Teala bizim anamıza bu dəfini müvəffəq etdi. Allah Teala rəhm etsin, günahlarını bağışlasın. Allah hər birimizdən razı olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qardaşımız üçün, həmçinin bütün müsəlmanlar üçün deyir, sorğu sualdır deyə Allah'tan bağışlanmalıdır. Çünki indi o sorğu sualdadır. Ona suallar verilir. Allah'tan istəyir ki, Allah Teala sanlaşdırsın. Elhamdülillahi Rabbil alemin.